İlham Əliyev zat komanda verib gündəm dəyişilməlidir. Siz də ölkəni silkələmisiniz, aləmi vurmusunuz bir-birinə. Əcəba İlhamdırsa, siz də mehmansınız. İlham gündəmi dəyişə biləcəkmi? Bir şey bilin ki, indiki məqamda gündəmi Mehman Hüseynov təyin eləyir. İlham Əliyev bir gündəm ortaya çıxardan kimi məndə hazır kasetlər var. Hazır. Bir var ki kinolar, bir var ki hazır kasetlər. O elə bir gündəm olan kimi soxacam ki gələr. Gələr. Bax gələr. Hazır var. Biz bunu imkan verməyəcəyik. İlham Əliyev bizlə hesablaşmalıdır. İlham Əliyev Əlin Ağayevi cəzalandırmalıdır və ondan sonra o tam biabır olmamış yolun yarısından da qayıtmaq bir xeyirdir. Yaxşı, Əlin Ağayev vəzifədən sabah ilham götürsə siz dayanacaqsınızmı? Bax bu gözəl sual oldu. Bu maraqlı sual oldu. Baxır necə Əlin Ağayev cəzalanacaq. Baxır necə cəzalanacaq. Amma söhbət burada konkret Əlin Ağayevin cəzalanmasından getmir. İlham Əliyev ağlı başına gəlməlidir. Cəmaatın pensiyasını qaldırmalıdır, maaşını qaldırmalıdır, iş yerləri açmalıdır. Cəmaatın haqqını boğazından kəsib Alyonaya yedizdirməməlidir. Bizim tələblərimiz çoxdur. Amma o tələblərin içində Əlin Ağayev kimi oğraşların, şey güdənlərin, Vilayət Eyvazov kimi arvadı soskaların cəzasını da verilməlidir. Yəni İlham Əliyev başa düşməlidir ki, onun ətrafı İlham Əliyevi bir gün qoyun kimi bir qəpiyə satacaq. Bunu İlham Əliyev başa düşsün. Artıq satıblar da nə qalıb İlham Əliyev satmağa? Maraqlıdır. Ramiz Mehdiyev söhbəti, heç mən bunu siz yox idiniz. Dedim ki, millət, Ramiz Mehdiyevə həbs cəzası veriblər ayın 13-nə kimi çox şey ortada olacaq. Üstəlik bəylər də üstünə gəldi, aləm dəydi bir-birinə. Və yaxşı, belə bir variant da ola bilər. Bunlar dalda vurulan X məmurlar birləşib belə bir fırtına da qoparda bilərlər. Bu aydın məsələdir. Sadəcə Mehman bəy deyir ki, qalib mən çıxacam. Qalib mən çıxacam, qalib İnan Allaha mənə zəng eləyirlər analar. İndi Mehmanın biləndə əlaqələri yoxdur. Telefonla da heç istəmirəm ki, bütün nömrə zad dəyişsin. Çünki yer təsbit zad eləyə bilərlər. Ən yüksək səviyyədə qorunsun. Amma ağlayırlar. Bax, and olsun elə özdə siyasi liderlər var, siyasi xadimlər var, yekələr var, tanınmış. Deyir Mehman deyir, yanında olsa deyir, ağlaya-ağlaya onu öpərəm, nə bilim. Biri deyir əlindən öpərəm, biri deyir nə bilim. Yəni o qədər insanların ürəyindən tikan çıxardıb. O qədər insanlar elə bir ailə yoxdur, bəla çəkməsin bu Əliyevlərdən. Elə bir ailə yoxdur ki, analar ağlar qalmasın. Yarısını cəbhədə qırdırdı, yarısını xəstəxanalarda. Bir dana satıb prav aldırdı, bir dana satdı maşın aldı. Trafik canavarları, Avropada olmayan qəza Azərbaycanda. Yollar pis gündə. Kəndlərin, Azərbaycan kəndlərinin yarısının yolu yox, interneti yox, suyu yox, qazı yox. Yəni dəhşətdir. Bax, mən o günləri göstərdim. Bakını eşşək arabaları, artıq 2 dənə eşşək arabası tutdular arabayla. Bakının zibilini eşşək arabasından daşıyırlar. Qır qazanı qaynadırlar, qır qazanı. Belə-belə yola prob qoyurlar, deşikləri doldururlar. Belə Bakı olar, bu Sərvət Xanı bu ölkənin nətər gidilər. Niyə Ermənistanda belə uğraşlıq yoxdur? Niyə Ermənistanda Ermənistanın əskəri $1850 pul alır? Sıravi maxi əskəri. Orada birisi əskəri yüz götürüldü demək olar. Niyə görə? Bunu mən deyirəm, mənə bir də inanmazsın. Utanmadan, hamısı saxtadır. Orta əmək haqqı Ermənistanda bizdən 2 dəfə artıq. Gürcüstanda 2 dəfə artıq. Minimum əmək haqqı 2 dəfə artıq. Baxın, Elnur Məmmədov niyə saldılar içəri? General vəzifəsində olan adamı. Adam çıxdı, dedi ki, Ermənistanın maxisi bizim generaldan çox maaş alır. Və ona görə də belə elədilər. Uzun sözün qısası, çox hadisələr var. Ordunun da pulunu tutdular, Alyonaya şey tikirlər. Mənə çox israrla yazırlar ki, burada mənə yazırlar indi bəziləri Mehman bəyə sual kimi. Zaten efirimizin yekunu da Mehman bəy bircə bugün istəmir yoraq. Deməli, Mehmanlar şərt qoysun, siyasiləri buraxsınlar. Yox, Mehman bəyəkləri mən razılaşmadım Mehmanla. Mehman deyir, şeytan mələk də onu geyinsin, Qozbeli qəbir düzəldər. Nə bilim, bu yazırlar ki, siyasi məhbuslar çıxsın, nə bilim, sonra da o götürür. Onu bir qısa deyim, qısa. Həqiqətən də belə bir imkan var idi ki, mən insanlara bu həqiqətləri çatdırmayım və İlham Əliyevlə bir neçə siyasi məhbusu bu informasiya ilə, materiallarla dəyişə bilərdim. Lakin mən demişəm ki, Mehman heç bir al-verə getmir. Xalq həqiqətləri bilməlidir. Amma çox gözəl vurğulayıb ki, bunu həqiqətən də bu istiqamətdə istifadə eləmək olardı. Ki, 20 nəfər siyahı verirəm sənə, məhkəmədən dərhal azad edirsin, mən də bunları yaymayacam. Gündəm də Alyona olmayacaqdı. Alyonanı da yenə də mələk kimi, namuslu, qeyrətli xanım kimi tanıyacaqdılar amma bizim qazancığımız nə olacaqdı? 20-30 siyasi məhbusu azadlığa buraxa bilərdik. Amma mən nəyi seçdim? Mən dedim ki, qoy, bu baş verməsin. Ondan sonra elə 10 milyon Azərbaycan xalqı bilsin ki, bizi idarə edən şəxs kimdir? Burada biz 30 nəfəri xilas eləyə biləcəkdik. Amma milyonlarla adam batacaqdı. İndi amma 20-30 nəfəri biz heç fikir vermədik. Milyonlarla adamı xilas elədik. Milyonlarla adama bilgini, həqiqətləri verdik. Bu ən doğru addım idi. Deməli, qardaş, sən o qədər dəhşət yaratmışsan ki, Epstein cinayətləri qalıb Alyonanın arxasında. Alyona Popsunun dalına qalıb Alyona. Yəni bu Epstein cinayətləri.